Biabırçılıq deyə bir də buna baxın. Bu yaxda özümü saxlaya bilmirəm. Konkret olaraq pornografiyadır da, yəni. Belə bir şey yoxdur. Yəni belə bir şey yoxdur. BYD-dir, Destroyer da, hə. Destroyer-dir. Deməli, gedib ustaya, müştəri deyəndə ki, maşının sahibi, korobkanın altıdır bu. Xəyal, nə zəhmət olmasa. Bu germetikadır belə. Bu rəngdə sözün düzü mən germetika görməmişdim. Ona görə soruşdum ki, bu ümumiyyətlə nədir belə? Plastilindir bu, nədir bu? Yaxına gəl də, yaxına gəl. Zəhmət olmasa bir dənə bax buranı göstər bir dənə. Bu korobkanın altına niyə bunu vurub? Yağ buraxırmış. Bunu üstdən vurublar ki, bu düzələcək. Sür düzələcək. Get sür düzələcək. Get sür düzələcək. Yəni bu da həmişə ömürlük belə qalacaq bunun üstündə. Yəni bunun çarəsini bunda görüb bu. Qoymadıq da qalmağa. Şimdi belə şeylə maşın gəlməzək. Gəl bir dənə yaxına gəlsən. Bir dənə sən can bura gəl. Ya buna baxın. Bu yəni bu bilmirəm Çox bərbad vəziyyətdir. Yox, bu necə bunu necə izah eləmək olar? Bu usta eləyib də bunu. Təbii ki, usta. Bu usta işidir. Usta. Yəni belə deyək də, CM Motors hal-hazırda indi bu məsələni əlbəttə ki aradan qaldıracaq. Bura aralanıb hətta. Deməli, adam gəlib deyib ki, yəni nə edirsən elə, nə edirsiz eləyin, bu maşını düzəldin və verin mənə. İndi bu əlbəttə ki söküləcək, qaşınacaq. Yəni bunu usta eləyib yəni. Həqiqətən də ağızqanad da şokdadır. Gör, bax bu ayaqdan sancmaq istəyir məni. Nə zəhmət olmasa gəl yaxına, bir dənə də bunu göstər. Yəni mən söz tapa bilmirəm məsəl üçün. Bax, CM Motors'a bax belə temalar gəlir, belə yəni izah olunmaz temalar. İndi xəyal, bunu nə edəcəksiniz? Bunu açacaqsınız üstündən. Bu söküləcək, düşəcək. Aha, yuyulub təmizlənəcək. Yağın axılan yeri müəyyən olacaq. Ondan sonra onun üstündə iş aparılacaq. Və yaxud da sökülüb təmir olunmalıdır və yaxud da üstündə təmir olunmalıdır. Amma bu formada yox. Yəni bu problemin həlli yolu deyil, çıxış yolu deyil. Yox qardaş, bu arxayın olub bu adam uzaq yol məsafəsinə gedə bilərdi. Bu biabırçılıqdır. Ki düzəlib maşınında, yəni buradan rayona gedir. Mən söz tapa bilmirəm. Yəni buna söz tapa bilmirəm ki, bunu necə eləyə bilərsən? Sən ustasan. Bunu adi adama versən, adi adam, adi vətəndaş, maşının sahibi mi deyim, nə deyim? Ya bunu eləməz də qardaş, deyər ki, bu korobkadır, motordur. Ya buna belə şey vurub bu adamı göndərmək olmaz ki, get yaxşı olacaq, sür yaxşı olacaq, sür düzələcək. Sür düzələcək. Nə bilim, şok.